Gəncə xanlığı da 1747-ci ildə yaranırdı. Məsələ bundadır ki, siz bilirsiniz ki, Səfəvi imperatorluğu 13 bəylərbəyi və bəylərbəylik və 2 valilikdən ibarət idi. Və onun haradasa biz Azərbaycan tarixindən öyrəndiyiniz 4-ün bizdə yazırlar ki, Azərbaycan ərazisini əhatə edir. Azərbaycanın şimal hissəsində bilirsiniz ki, bir də qərb hissəsində Sursət bəylərbəyliyi var idi, Qarabağ bəylərbəyliyi var idi, bir də Şirvan və yaxud Şirvan bəylərbəyliyi. Azərbaycanın Arazdan cənubdakı torpaqları Təbriz bəylərbəyliyi. Siz təsəvvür edin ki, xanlıqların, şimaldakı xanlıqların, cənubdakı xanlıqları əvvəl deyib ki, oradakı xanlıqlar hamısını Təbriz bəylərbəyliyi tərkibindən çıxdı. Şimalda isə 3 bəylərbəylikdən xanlıqlar əmələ gəldi. Gəncə xanlığı bildiyiniz kimi Qarabağ, bəzən onu elə Qarabağ Gəncə bəylərbəyliyi ilə adlandırırlar. Bu bəylərbəylik, yəni vaxtilə düzdür, Nadir Şah bunun hamısını ümumi Azərbaycan adlandırmışdı, Azərbaycan şimalindən cənubi vahid inzibati. Amma o ənənəki Səfəvi dövründən qalır, o Qarabağ bəylərbəyliyi mərkəzi Gəncə olmaqla, belə bir bəylərbəylik bilirsiniz, Səfəvi imperiyasının tərkibində inzibati ərazi vahid idi və Gəncə məhz Azərbaycanın şimalında ayrıldı, yəni şərəfdən istifadə edildi, müstəqilləşdi. Burada Qacarlar, Azərbaycanın şimalındakı 2 xanlığı Qacarlar idarə edir. Qacarlar ümumiyyətlə Səfəvi dövründə çox böyük nüfuzlar olur. Hətta Səfəvilərin son dövrlərinə yaxın Qacarlar ali başkomandan bilirsiniz ki, bəzən bizim tələbələr də dəyişik salırlar. Deyir, o verəcəz ali başkomandan. Ali başkomandan həmişə padşah. Başkomandan, yəni bütün ordunun başçısı Qacarlardan. Nadirin elə Qacarlarla düşmənçiliyin əsas səbəbi də o idi ki, o onlarla mübarizədə təmasının ətrafında özünə böyük nüfuz qazanıb, Qacarları orada hərbi elitasını tamamilə sıradan çıxardandan sonra şah ola bildi. Azərbaycan şimalında İrəvan, bir də Gəncə xanlıqlarını Qacarlar idarə edir. Çox güclüdür, türk soyudur, hərbi cəhətdən döyüşkəndir. Yəni bilirsiniz ki, Qızılbaş adlanan ümumiyyətlə səbəblərindən hamısı döyüşkəndir. Bu nəslin nümayəndələri təbii ki, Qarabağ bəylərbəyliyi edirlər və elə Qarabağ bu Nadirin imperiyası çökən kimi burada o nəslin nümayəndəsi 2-ci Şahverdi deyirlər. 1-ci Şahverdi də olub, amma o xan olmadığına görə bu 2-ci Şahverdi. Bunlara Ziyadoğlu deyirlər. Bu Ziyadoğlu siz saçdırmasın, elə Qacarın qolu. Bir də İrəvanın Qacarları idarə edirlər. Ona görə nadir olar həmişə, hələ elə o 36-dan şah seçkisindən sonra həmişə oranı zəiflətməyə çalışır bu Qacarları Gəncədə. Burada da əsas bildiniz ki, mərkəzi Gəncə idi, özü Qarabağ idi. Qarabağ ayrıldı, özünüz görürsünüz, Qarabağ mərkəz tapa bilmədi. Qarabağ xanlığı ayrıldı, böyük hissəsi Qarabağ nəzarətinə keçdi, o Qarabağ bəylərbəyliyinin, hətta bilirsiniz ki, ora Zəngəzurda daxil edib, digər ərazilər. Qarabağ görürsünüz, mərkəz tapa bilmədi. Bərdə dağılmışdı, Qarabağ namələri yaşı oxuya bilərsiniz. Beyləqan dağılmışdı, şəhər yoxdur. Gəncə də Ziyadoğlular imkan vermirdilər, onda hələ təzə-təzə xanlıq yarananda. Ona görə də onlar mərkəzi əvvəl nə bilim, bilirsiniz də, Bayatı, nə bilim, Şahbulağı, sonra axırda Şuşu. Görürsünüz, tamamilə yeni bir mərkəz seçildi Qarabağ üçün. Ziyadoğluların Gəncə. Ona görə Qarabağla, o Qarabağ xanlığı ilə Gəncə arasında müəyyən o düşbənçiliyin yaranmasının səbəbi də ancaq bilirsiniz ki, hakimiyyət və nüfuz uğrundadır. Çünki xanlıqlar bilirsiniz ki, hamısı ayrıca dövlət idilər.
Ayrıca özləri pul kəsirdilər, özlərilərinin bayraqları var idi, divanı var idi, ayrıca ordusu var idi. Hamısında dövlət dili türk dili idi, dinləri müsəlman idi. Yəni belə bir dövlətdirlər. Böyük dövlət deyildi. Gəncə xanlığı yəni Qarabağla müqayisə olunacaq dərəcədə böyük xanlıq deyil. Niyə? Çünki Qarabağ xanlığında 80 min, 90 min, 100 min əhalı yaşayırdı. Gəncədə 15 min məsələn, 20 min arasında. Yəni o da biz sonradan bu Rus statistikasına görə öyrəndik də, bizim özümüzdə o statistikalar yoxdur. Xanlıq ləğv olundan sonra burada kamerasiya yayılmalardan. Məsələn, Gəncə şəhərində 3000 nəfər cəmi adam yaşayır. Görürsünüz, böyük şəhərdir. Mən söhbət xanlığın mərkəzi kimi deyirəm. Xanlığın mərkəzi Gəncə şəhəri idi. Orada Rus işğalı zamanı ərəfəsində 3000 nəfər adam yaşayır. Beliyim. Bu ona görə mən yenə deyirəm, bu xanlıq müstəqil olmağa çalışırdı. Amma müəyyən vaxtlarda bütün xanlıqların başına belə şeylər gəlir. Məsələn, Qarabağ xanlığı hərbi gücünə görə, siyasi gücünə görə, iqtisadi gücünə güclü idi. O da müəyyən vaxtları ayrı hansısa xanlıqdan ya tutalım cənubdan gələn orada Qacar gəlirdi, bundan qabaq Kərim Xanzəng gəlirdi, nə bilim, Məhəmməd Həsən Qacar gəlirdi. Müəyyən asıllıqlar olub həmişə. Onlar uzun müddətli deyil, müəyyən bilir. Bunlar əvvəl Qarabağla dost idilər. Sonra Pənahlı xanın siyasətindən sonra bunlar arasında düşmənçilik əməli. Amma bunun əsas düşməni Qarabağdır. Əsas düşməni Kartli idi. Kartlin də buna düşmən eləyən, əlbəttə, onun təsir gücüdür. Rusiyanın 1783-dən sonra onların birisi ki, himayəsinə keçib Georgiyasindən sonra arxasında bir dağ idi də, ona görə Kartli KTK Azərbaycan xanlarının tək Gəncəyə yox. Bilirsiniz ki, Şəkiyə qarşı da, Qarabağa da qarşı, Qarabağla müəyyən vaxtlar olub, amma digər xanlıqlarımıza da, İrəvana qarşı da, Naxçıvana qarşı da bir təcavüzkar bir xət götürübdür. Qarabağla mənafeləri üçün Quba ilə də düşmən olub qarşıda. Amma Qarabağla mənafeləri üçün üst-üstə düşəndə onlar hətta birləşdirdilər. Təsadüfi deyil ki, 1780-ci ildə bilirsiniz ki, Gəncəyə hətta hücum ediblər, onun bölübləri iki hakimiyyətli yolun bölüsü. Sonra iki hakimiyyətli ləğv olundu. Gəncə xanlığının Kartli KXT-nin əsas düşmən eləyən bilirsiniz ki, yəqin ki, tarixdən bilirsiniz, bizim Qazaq borsalı ərazilərimiz xüsusilə. Bunu da bəzən tarixdə yanlış şərh eləyirlər. Bəzən deyirlər ki, Nadir bunu bağışlayıb güya Kartli çarpına məsələn, Qazağı borsalı məsələn. O yanlış bir şey. Nəyə görə? Düzdür, o istəyirdi Qazaları zəiflətsin, Gəncə hakimlərini, ona görə eləmişdi. Amma bu, axı, Gürcüstan özü də valilik idi. Kimin valiliyi idi? Şərqi Gürcüstan və Gürcüstan Tiflis Nadirin əlində idi. Darut Səltənə deyirlər Tiflisə. Yəni hökumət olan yerdə, dövlət olan yerdə. Oranı kim idarə edirdi Gürcüstan? Nadirin təyin elədiyi vali. Yəni bu sadəcə olaraq bu və dediyimiz bölgələrin Gəncədən idarə eləmir, Qarabağdan idarə eləmir. Çünki Qarabağda ora qarşısında birisi onun şəxsiyyətçisində Qarabağda olan ayrı soylar birisi oranı sürgün eləmişdi Xorasan'a. Sonradan deyirlər, Fərahlı xan sürgündən gəlib xanlığı yaratmışdı. Onların əsas Kartlinlə, yəni özünün vaxtını deyib tutarım sonra, ona təyin elədiyi valı tərəfindən idarə edirdi də. Yəni o da Nadirin imperiyasına daxil edir. İndi biz bəzi qonşularımız bundan başqa nəticə çıxardılar. Bizim də bəzi kitablarımızda bu yanlış verildiyinə görə bizim Azərbaycan tarixi kitabımızda artıq biz onu düzgün vermişik. Bir də saxlasan o kitabı göstərək. O tarixi gerçəklik daha düzgün şəkildə verib, səciyyələndirir. Əsas o torpaqlar uğrunda mübarizə. Bu mübarizə Gəncə xanı
bilirsiniz ki, Cavadxan sonuncu Gəncə xanıdır. 1786-cı ildə gəlib hakimiyyətə, 1904-ə qədər Gəncə xanlığını idarə edib, müstəqilləşməyə çalışıbdır. Daima Kartli Çarlığı ilə Gürcistanla münasibətləri kəskin olub. Müəyyən vaxtlarda normal münasibətlər də olub, ancaq Gürcistan Rusiya arxalanması və işğalçı siyasəti yeritməsinə görə həm də bəyax dediyimiz tarixi torpaqlarımızın Gəncə hakimi Cavadxan onun qanuni hökümdarı hesab edir ki, bu torpaqları 100 illərlə bizim nəsillər idarə edir. Qazarlı, Borsallı, Şəbşəbili və başqası. Və onların da geri qaytarılmasına hətta nail olmuşdur. Gəncənin başının üzerine bulud alması bilirsiniz ki, Rusiya ilə bağlıdır. Gəncə çox mühüm strateji əhəmiyyətə malikdir. Çox mühüm strateji. Və Rusiya hökuməti bunun əhəmiyyətini başa düşürdü. Bilirdi ki, Gəncəni almadan Azərbaycanı tabi etmək ümumiyyətlə mümkün. Bunu ümumiyyətlə onlar özlərində həmişə etiraf edirlər. Gəncəyə yiyələnmədən Azərbaycana yiyələnmək mümkün deyil. Çünki Gəncəni tutandan sonra Qarabağa yol açılır, Şəkiyə yol açılır, Qarabağdan Cənuba yol açılır. Yəni, bu çox mühüm strateji bir ərazi idi. Və Cavadxanın da bilirsiniz ki, Ruslara boyun əymək şey yox idi. Onun 1800-cü ildən yazışmalar gedirdi. Burada Qafqazın baş komandanı tez-tez tələb edirdi ki, tabi olsun, müəyyən şərtlərlə sonra bilirsiniz, kürəkçək müqavilələri bağlanır. Bu tipli bir antölkəlik olsun və s. Amma bu da vaxtı gecikdirir də, o bir tərəfdən də siz axı unutmayın ki, Arazdan Cənubda böyük bir dövlət var idi, onun adı Qacarlar idi. Artıq 1796-cı ildən birisi ki, Qacarlar gəlmişdi və haqlı olaraq da həm soydaşı kimi, həm də bir müsəlman Türk dövləti kimi ona arxalanmağı biz qəbahət hesab edə bilmərik. Bəzən görürsən ki, bizim xanların Qacarlarla yaxın münasibət saxlaması, Osmanlı ilə yaxın münasibət saxlaması mənfi qiymətləndirilir bəzən ki, güya bunlar başqa dövlətlərə tabi olmaq istəyirlər və s. Çünki onların Rusiyaya qarşı düşmənçiliyinə görə yazılır fikirdə, onların Rusiyaya düşmən olduğuna görə fikirlər ortaya atılır. Təbii olaraq o Qacarlardan da kömək gözləyirdi. Abbas Mirzə Qacar da bilirsiniz ki, baş komandanı idi, Fətəli Şahın oğlu. Ondan da kömək gözləyirdi. Və Rus işğalı, bilirsiniz, Gəncə xanlığının elə bir böyük hərbi qüvvəsi yox idi ki, burada olan 150-170 minlik Qafqazda olan Rus ordusunun qarşısına ala bilirsiniz. Bəzən deyirlər ona kömək zad olmayıb, olubdur. Müəyyən xanlıqlar müəyyən köməklik zad göstərirlər. Bəzən yanında heç biri buna göndərmədi. Yox, Qarabağda hətta baxmayaraq ki, aralarında münasibət o qədər yaxşı deyildi. Qarabağ ona kömək göndərmişdi. Qacar dövləti də çalışırdı kömək eləməyə, vəziyyəti izləyirdi. Ancaq mümkün olmadı. Çünki bilirsiniz ki, 1804-cü Gəncə xanlığı yanvar ayının əvvəlində nə qədər qəhrəmanlıqla müqavimət göstərilsə də mümkün olmadı və Cavadxan şəhid oldu, oğlu da Hüseynqulalar, o da şəhid oldu. Gəncənin başına oyun gətirdilər. 1500 nəfər orada şəhid oldu, minlərlə çoxlu adam yaralandı. Söhbət şəhərdən getmir. Gəncə ilə bağlı mən burada biz onu stat vermişik. Tapa bilseydim onu olduğu kimi sizə deyərdim. İşğal dövrünə çata bilsəm. Saxlaya bilsəm, qırğına çevirdi. O vaxtı Rusiyanın baş komandanı general, Rus ordusunun baş komandanı general Syanov idi. Ölənlərə sahib 1500 nəfərdən çox idi. Mir Mehdi Xəzanı, bilirsiniz ki, bu Qarabağnamələrdən birinin müəllifidir, yazılır. Bu cür qala almaq və bütövlükdə qətliam olunmaq Çingiz xan və Teymurləh zamanından sonra bu
vilayətlərdə görünməmişdir. Yəni bu şəkildə amansızlıqla rəftar edərlər. Gəncəni də bilirsiniz ki, o gözəl adı Sarın arvadının şərəfinə Yelizavetpol adlandırıldı. Gəncənin alınmasına görə medal döyüşçülərə medal təsis olundu. Sonradan da bilirsiniz ki, bu şəhərin başına çox işlər gəldi. Xalqımız əlbəttə İslah Cavad xanım və Gəncə şəhidlərini heç vaxt unutmayıblar. Gözüm Mehdi Xəzanın 19-cu əsrdə yazıb yenə öz münasibətini bildirir ki, belə bir qətliam indiyə qədər görünmüyor. Gəncənin birisi sonradan 34-cü ildə Kirov vardı, o Rusiyanın burada əvvəl canişini idi, sonra başqa partiya işində idi. O öldürüləndən sonra bir dəfə də adını dəyişdilər. Gəncənin adının qaytarılması bir cumhuriyyətimizə aiddir, bir də müstəqil dövlətimizə. Müstəqil dövlət deyəndə, yəni müstəqillik ondan mübarizə şərəfini deyək. Çünki cumhuriyyətimiz bilirsiniz ki, kurulandan sonra Gəncənin tarixinin özünə qaytarıldı. Sonra 1989-cu ildə Azərbaycanda genişlənən xalq hərəkatının təzyiqi nəticəsində Gəncənin öz doğma adı Kirabad adından yenidən Gəncə adlandırıldı, yəni dəyişdirildi və yenidən Gəncə adlandırıldı. Biz əlbəttə xalqımız həmişə azadlıq mübarizəsi aparır. Azadlıq uğrunda həmişə şəhidlər verib, o cümlədən Qarabağ uğrunda da bilirsiniz, gözümüzün qabağındadır. Biz onları heç vaxt unutmayacaq. Nə Gəncə şəhidlərini, nə digər vətən şəhidlərimizi, nə Azərbaycan müstəqilliyi, dövlətçiliyi, azadlığında mübarizə aparan digər şəhidlərimizi, Qarabağ şəhidlərini heç vaxt unutmayacaq. Və unutmağa da haqqımız yoxdur. Onda gələcək nəsillər bizi qəti bağışlamaz. Sağ olun. Bilmirəm də necə alınmalı.